Videonu izleyen herkese salam. 2 ay sonra artıq buraxılış imtahanları başlayır və buraxılış imtahanlarında birinci mətndə, yəni bədii mətndə adətən belə bir sual qoyulur. Obrazın xüsusiyyəti ilə bağlı fikirlər yaz. Yəni xüsusiyyətləri yazmaq lazımdır. Və xüsusiyyət yazarkən ora çalışıb sifət formasında xüsusiyyətləri yazmaq lazımdır. Mən məsəl üçün burada mətn olmadığına görə özümdən bir neçə xüsusiyyət nümunə olaraq yazmışam ki, yəni bu formada istifadə etmək lazımdır. Məsələn, çalışqandır bu xüsusiyyətdir, savadlıdır xüsusiyyətdir, səbirlidir, dözümlüdür xüsusiyyətdir, cəsarətli, xəsis, davakar. Bunlar hamısı xüsusiyyətdir. Bu sualda bizdən cümlə istəmir. Amma bəzən abituriyentlər cümlədən istifadə etməyi üstün bilirlər və cümlələr yazırlar. Cümlələri yazmaq olar, amma doğru bir şəkildə. Baxın, mən 2 cümlə forması göstərmişəm bizə. Birinci cümlə formamız, bu cümlə formamız yanlış cümlə formasıdır. İkinci cümlə formamız isə doğru cümlə formasıdır. İndi gəlin niyə? Niyəsini izah eləyək. Tutaq ki, bizim obrazımız xüsusiyyət olaraq davakar bir obrazdır. Baxın, birinci cümlədə o qarşısına çıxan hər kəslə dava edirdi. Cümlə yazılıb, biz bu cümləni oxuyanda bilirik ki, obrazın xüsusiyyətində davakarlıq var. Bu onun fəaliyyətidir, gördüyü işdir. Amma xüsusiyyət cümlənin içərisində qeyd olunmadığına görə bu cavab doğru cavab kimi götürülmür. O davakar insan idi. Bu cümlədə isə davakar ifadəsi cümlənin içərisində istifadə olunduğuna görə doğru fikir kimi götürülür. Bu tipli sualların növbəti bir sual tipi isə Venn diaqramlarında gəlir. Məsəl üçün, obrazdan bağlı xüsusiyyətlər verilməlidir. Şagird nə edir? Burada düşünür ki, bir üsul istifadə edəcəm, fənd istifadə edəcəm. Seçir sinonim sözləri. Mən burada səbirli və dözümlünü bilərəkdən bir yerdə yazmışam. Seçir sinonimləri. Məsəl üçün, Venn diaqramının bir xanasına yazır səbirli, digər xanasına isə götürür yazır dözümlü. Və bir şey yadımızda saxlayırıq ki, bu da bizə tam balı vermir buraxılış imtahanlarında. Çünki sən demək olar ki, eyni ifadələrdən, sinonim sözlərdən istifadə eləmisən. Sən burada məsəl üçün, bura plus alacaqsan bu xanaya, amma bu xanaya plus ala bilməyəcəksən. Minus alacaqsan və o sənə bal verməyəcək. Sən məsəl üçün, bura səbirli yaza bilərsən, digər tərəfə isə başqa bir xüsusiyyət. Tutaq ki, çalışqandırsa yaza bilərsən çalışqandır.